Lənkəran rayonu polis şöbəsi müvəqqəti saxlama kamerasında intihar hadisəsi baş verib. Soyğunçuluq məqsədi ilə evə basqın edərək ev sahibinə ölümlə nəticələnən xəsarət yetirməkdə şübhəli bilinərək saxlanılan şəxs Lənkəran şəhər rayon polis şöbəsinin müvəqqəti saxlama kamerasında özünü öldürüb. İlkin məlumata görə rayonun Xolmili kənd sakini 40 yaşlı Faiz Hüseynov polis gözətçisinə xəsarət yetirərək onun silahı ilə özünü öldürüb. Qeyd edək ki, evə basqın hadisəsi martın 18-də Xolmili kəndində baş verib. Belə ki, evə basqın edən şəxs və ya şəxslər 67 yaşlı kənd sakini Vahab Səfərova baş nahiyəsindən ağır xəsarət yetiriblər. Ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılan yaralıya açıq kəllə-beyin travması diaqnoz qoyulub və onun vəziyyəti ağır olduğundan Bakıya göndərilib. Lakin Səfərov bir neçə gün sonra dünyasını dəyişib. O, uzun illər kənd ambulatoriyasının müdürü vəzifəsində çalışıb. Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma aparılır. Cabir Məmmədov, Sərrab Mirsəfəroğlu, Səs TV, Lənkəran.